4 ildir ailənin gəlinidir. 2022-ci ildə evləniblər və 4 ildən sonra birinci dəfədir ki, Ukraynanın da bayram etdiyi Pasxa münasibəti ilə bir paylaşım edib. Bilirsiniz, yenə də sağ olsun Mehman Hüseynov. Yəni bütün bu 4 il ərzində Alyona Əliyevanı nə bilim bir gizlədirdilər, qoymurdular onun kimliyi üzə çıxsın və Mehman Hüseynovun araşdırması aydındır ki, hakimiyyəti həm qəzəbləndirmişdi, çünki orada qəzəbləndirəcək məqamlar da var idi, etiraf edək. Amma eyni zamanda bir aşkarlıq ki, xanım Ukraynadan gəlib, Ukrayna vətəndaşıdır və bugün 4 il sonra görürsünüz ki, artıq özləri də kursları dəyişirlər. Bilmirəm, indi bəlkə bunu da o cür təqdim edəcəklər ki, o Novruz bayramında da qeyd edir, nə bilim, Ramazanı da qeyd edir. İndi bilmirəm, bəlkə bunu da oraya, o silsiləyə əlavə edəcəklər, bəlkə yenə danacaqlar. Amma yəni burada danılası nə var ki, məsələn, hamımızın ürəyi Ukrayna ilə döyünür, cəsur Ukrayna xalqı ilə, Ukrayna xalqı bu günlər Pasxa bayramını qeyd etməkdədir və geri gəlmişkən Putin də ora 32 saatlıq atəşkəs elan edib. İndi heç kəs aydındır ki, Putinin atəşkəsinə heç inanmır da. Bilmirəm, indi ümumiyyətlə riayət olubmu, amma aydındır ki, bundan əvvəlki atəşkəslər də dərhal pozulurdu Rusiya tərəfindən. İstənilən halda, görürsünüzmü, mətbuatın olması yaxşıdır, blogerlərin olması yaxşıdır. Ya vəlvəldən, ya zəlzələdən bugün həqiqətin az da olsa bir hissəsini açıqlayırlar. Mən şəxsən bu görüntünü gördüm, sevindim. Niyə də yox? Azərbaycan doğrudan da çox xalqların və dinlərin bir yerdə dinc əmin-aman yaşadığı bir ölkə olub. Qədimi binədən nə üçün bugün gizlətmək? Yəni 4 il sən xanıma, bilmirəm, qadağan mı ediblər, yol verməyiblərmi? İndi burada görürsünüzmü, Mehman Hüseynovun araşdırmasından sonra gedib açıq-aydın Pasxada şam yandırır, kafedralda və s. və axır. Mən sizin də münasibətinizi bilmək istəyirəm. Şəxsən mənim münasibətim çox yaxşıdır. Kaş elə birinci gündən bunu gizlətməyəydilər. Yalan Azərbaycan ictimaiyyətinə məlumatlar verməyəydilər. Kimin qızıdır və s. və axır. Aydındır ki, bugün də hələ axıradək açıqlamayıblar. İndi mən eşitməmişəm ki, çıxsın, danışsın, ümumiyyətlə eşidək. Nə düşünür, hardandır, dini mənsubiyyəti nədir və s. Bu aşkarlıq, yəni bilirsiniz, əgər bu ümumiyyətlə ictimai fiquru olmasaydı, ailənin bir üzvü olsaydı, mən əminəm ki, nə Mehman Hüseynov bunu işıqlandırmacaqdı, nə dəqiq mən bu haqda danışmayacaqdım. Amma görürsünüz ki, bizə bir ictimai fiqur kimi sırmağa çalışırlar. Yeri gəlmişkən Heydərin özü yoxdur, amma xanımının isə biz xəbərlərdən çıxartmırlar. Hər gün nələrsə paylaşırlar. Sanki statusu olan, nə bilim, nazir səviyyəsindədirmi, nədirmi? Yəni bir rəsmi fiqur kimi tirajlamaqdadır hakimiyyət onu və əgər tirajlayırlarsa, onda xahiş edirik, buyurun bizə həqiqəti tirajlayın, heç olmasa bilək ki, kimdir, nədir, nəyə inanır və s. Yəni bu müddət ərzində siz özünüz də gördünüz ki, çox çirkin bir propaganda getdi. Yəni yalan, nə bilim, Azərbaycan dili ilə bağlı tədbirdə xanım göy iştirak edir, sonra məlum olur ki, bir çox sağ olun deyə bilmir. Yəni yenə də siz burada həm mətbuatın, sosial şəbəkənin rolunu gördünüz və artıq özləri də ola bilsin ki, bundan itələnərək öz kurslarını dəyişmək məcburiyyətindədir. İstənilən halda mən həm Azərbaycanda, həm bölgədə Pasxa bayramını qeyd edənə hamını təbrik etmək istəyirəm və həqiqətən cəsur Ukrayna xalqına isə yeni uğurlar arzu etmək istəyirəm, əmin-aman bayramı arzu etmək istəyirəm. Çünki bugün doğrudan da Ukrayna xalqı çox planları pozmuş oldu və kim bilir, əgər doğrudan da 2022-ci ildə Moskva istədiyi və planlaşdırdığı kimi bir neçə günə Kiyevi alsaydı, bugün Rus ayısı harada olacaqdı? Azərbaycanda vəziyyət necə olacaqdı? Qarabağda vəziyyət necə olacaqdı? Ona görə unutmayaq ki, Ukrayna xalqı hamımız üçün mübarizə aparır və müharibə aparır və bizə bu mübarizədə Ukrayna xalqına yalnız qələbə arzulamaq qalır. Məndən bu qədər.